Uşaqlar, sıxlıq var bizdə, həcm var bizdə. Məhlul nəyini tapa bilərik? Kütləsini gəlin tapaq. Mən bayaq sizə belə bir cümlə dedim. Dedim ki, rho bərabərdir m bölü v düsturundakı m nəyin kütləsidir dedim? Məhlulun kütləsi. Bayaq belə bir cümlə işlətdim. Onda bizdə sıxlıq var 1.5, 1.2. Həcm 0.5 litrdir, amma sıxlığın vahidinə baxın, millilitrlə verib. Onda mən 0.5 litri necə yazmalıyam? 500 yazmalıyam. Millilitrlə böl m. Onda m-i buradan tapsam uşaqlar, m 600 eləyər, yoxsa eləməz? Baxın bir dənə. Bu 600 oldu bizdə nə? 600 oldu məhlulun kütləsi. 600 oldu bizdə məhlul. Bir də sizə belə bir sual, bir cümlə işlətdim. Dedim ki, S bərabərdir balaca m böl böyük m vur v. Bu düsturda dedim, balaca m nəyin kütləsidir? Məhlulanın kütləsidir. İndi bizə qatılıq nə qədər verilib? Fikir verin. Duz məhlulunun 2,5 m verilib. C-nin yerinə yazıram 2,5 m, 2,5. Balaca m-i bilmirəm. Balaca m burada yenə deyirəm, o həll olan maddənin kütləsidir. Tapaq ki, məhlulun 600 qramında nə qədər maddə var? Böyük m-i bizə verib mötərizənin içində. Duzun nisbi molekul kütləsi nə qədərdir? 160. Həcm də bizdə var idi 0,5 litr. Burada elə bu düsturda 0,5 kimi saxlayırıq. Rho-da millilitrə çeviririk, burada yox. İndi uşaqlar, bunları bir-birinə vuranda, m-i tapanda m nəyə bərabərdir? 160-ı 0,5-ə vuranda 80, 80-i də 2,5-ə vuranda 200 edir. Səhv eləmirəmsə 200. Baxın bir dənə bura qədər. Görün, bura qədər anlamısınız, mən nə iş gördüm? Bir dənə baxın. Məhlulun kütləsini də tapdım, həll olan maddəni də tapdım. Görün, bura qədər anlayıbsınız yoxsa yox? Məhlul oldu uşaqlar 600 qram, onun içərisində həll olan maddə oldu neçə qram? Həll olan maddə oldu 200 qram. Olmayan aysu hansıdır? Bakı aysu yoxsa Lənkəran aysu? Məhlul 200-dür, içində həll olan hansıdır? Lənkəran aysu buradadır müəllim. Məhlul 200 qram, məhlul 600 qramdır, içərisində maddə 200. Bizə deyir ki, nə qədər su gəlmək lazımdır ki, bura uşaqlar 20%li məhlul alır. 20%li məhlul. İndi bunları silirəm. Biz belə bir düstur bilirik. Omega bərabərdir m maddə böl m məhlul. Su gələndə hara gəlirdi uşaqlar? Məxrəcə yoxsa həm məxrəcə, həm sürətə? Suyu hara əlavə edirdi? Su harada var düsturda? Su məhlulda var da, məxrəcdə. Suyu bura gəlirik, vururam 100%. Bu düsturdur. Omega indi deyir bizə neçə faiz olsun? 20%. Yazıram 20% bərabərdir. Maddəni bayaq tapdıq 200, məhlul oldu 600. Üzərinə gəl su vur 100%. Bu faizlə bu gedər, burada 5 qalar. 600 üzərinə gəlinsin su bərabərdir 1000. Su da buradan eləyir 400. Bir dənə baxın, görün, anladınız.